Atalarımız düz deyir, 100 dəfə eşitməkdənsə bir dəfə görmək daha yaxşıdır. Texniki göstəricisi, qiyməti və görünüşünə görə məni çox təəccübləndirdi. İndi sifariş versəniz 40 həftə gözləmək lazım olacaq. Tam elektrikdə maksimal versiyası 700 km, arxa ötürücüsü 800 km məsafə qət edir. 2 motorlu versiyasında 508 kW mühərrikinin gücü, avtomobilin ölçüsü 5 metr, eni 2 metr, təkər bazası 3 metrə yaxındır, 866 dartqı qüvvəsi, 141 litr bagajının həcmi, elektrik tənzimlənir, 4 qat ön şüşəsi, burada LED paneli var, 19, 20, 21 ölçüdə diskləri, maksimal versiyada dartma funksiyası olan qapıları var. Həmən o dediyim sizə LED işıq panellərini buradan öndən sizə göstərim. Çox fərqli görsənir. 16,1 ölçüdə ekranı. Burada oturacağında komfort rejimi var. Qızdırıcı, ventilyasiya, masaj, nappa dəri oturacaqları, elektrik tənzimlənən qızdırıcısı olan sükan. Deməli, interyerinə nəzər yetirək. Burası Alcantaradır. Bura dəridir, açılmayan panorama tavanı. Avtomobil Bakı təhvili hal-hazırda 46 min dollardan əldə edə bilərsiniz. 26 ədəd dinamikləri var. Bu düymə ilə arxa oturacaqları idarə edə bilərsiniz. Həmçinin bagajın həcmini böyütməkdən ötürü tam yığa bilərsiniz. Buradan klima idarə olunur, soyuducusu 2 ədəd stəkanlığı. U7 avtomobilinin müəyyən opsiyaları var. Fokar şirkəti ilə əlaqə saxlayın, əməkdaşlar sizə izah etsin.